Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Azan İzahda kanalında sizi yenidən xoş gördük. Mən Samir Bəşirli. Bu gün sizə 16 mart 2025-ci il Dövlət İmtahan Mərkəzinin keçirdiyi 3-cü qrup sınaq imtahanının tarix suallarının izahını sizinlə paylaşıram. Mövzuya keçməmişdən qabaq yenədən ənənəvi olaraq hər birinizdən xahiş edirəm ki, bu videonu mümkün qədər çox tanışlarınızla paylaşın. Bilirəm ki, bu dəqiqə əksəriyyəti sınaqdan qayıdıb və sınağın cavabları ilə maraqlanır və paylaşın ki, onlar da bundan faydalansınlar. Kanala abunə olmağı və videoya like düyməsini də sıxmağı unutmayın. Beləcə bu video daha çox insana çatmış olacaq. Və videoya keçməmişdən qabaq sınağı bu formada təmiz şəkildə işləmək üçün aşağıda e, açıqlama hissəsində qeyd elədiyim Telegram linkinə daxil olub oradan işləyə bilərsiniz. Əvvəlcə girin oradan işləyin və daha sonra düzgün cavabları buradan yoxlayın. Kimlər ki sınaqda iştirak eləməyib, onlara aiddir. Başlayaq. 31-ci sual. Uyğunluğu müəyyən edin. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Zəngilan rayonunun düşmən tərəfindən ələ keçirilməsi. Bu, birinci Qarabağ müharibəsinə aiddir. Düzdür? Aha, dərhal nə edirəm? Bir A-lara baxıram, bir A. Bir A hansında var? Deməli, uyğunluq soruşur, düzdürmü? Bir A burada var, burada var. Olmayanları dərhal çıxıram. Olmayanları çıxıram. Düzdürmü? Aha. Sonra Hadrut qəsəbəsinin düşməndən azad olunması. Hadrut deyirsə, bu 2-ci Qarabağ müharibəsi dövründə olub. 2-ci Qarabağ müharibəsi dövründə olub. Deməli, bu nə olacaq? Deməli, B bəndi. B bəndidirsə, bu da getdi bura. 1A, 2B ilə zaten hər ikisində belədir. Və üçüncüyə baxıram. Milli ordumuzun uğurlu Ağdərə əməliyyatını həyata keçirməsi. Milli ordumuzun uğurlu Ağdərə əməliyyatını həyata keçirməsi bu deməli aiddir 1-ci Qarabağ müharibəsinə və C bəndi deməli olacaq 1-ə. 1AC, biraz bunu düz yazın. 1AC, 2B. Deməli cavabımız burada oldu C bəndi. Yəni biraz burada skan eləyəndə səhv ki, bu Y-dir, bu C-dir. Cavab burada C bəndidir. Aha. Sonra növbəti xəritədə ulduzla işarələnmiş dövlətin 17-ci əsr tarixi ilə bağlı ümumi cəhətləri müəyyən edin. Biraz yaxınlaşdırım. Ulduzla işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aid ümumi cəhəti müəyyən edin. Yəni bu İngiltərə və Osmanlıdır. Aha, Fransa ilə müharibə aparması. İngiltərə 17-ci əsrdə Fransa ilə müharibə aparmayıb. Heç Osmanlı da aparmayıb. Səhvdir. 7 illik müharibədə iştirak etməsi. Osmanlı iştirak eləməyib. Şimal müharibəsində Osmanlı, İngiltərə heç bir iştirak eləməyib. Səfəvi dövləti ilə müqavilə imzalaması. Bəli, Osmanlı 1612-də, 1618 və 39-cu illərdə müqavilə imzalayıb, İngiltərə isə 1621-ci ildə. Deməli, cavab burada D-dir. 33-cü sual. Şah Sultan Hüseyn və Şah Təhmasib, 2-ci Təhmasibin hakimiyyəti dövrlərində Səfəvi dövlətinə aid ümumi cəhət. Xəzər sahili bölgələrin tamamilə ruslar tərəfindən tutulması. Şah Sultan Hüseyn və 2-ci Təhmasib. E, yəni bu tamamilə başa çatması 2-ci Təhmasibin dövründədir. Əfqanlara qarşı mübarizə. Bax, cavab budur burada. Çünki Əfqanlara qarşı hər ikisi mübarizə aparırlar. Cavab B-dir. Sonra 34 verilənlərin hər ikisi aiddir. Hakimiyyəti dövründə Naxçıvan yaxınlığında Gürcü qüvvələrini məğlubiyyətə uğratdı. Şirvanda 1-ci Axistan hakimiyyətə gəlməsinə kömək elədi. Bu Şəmsəddin Eldəndir. Cavab A-dır burada. 35 Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşarlığı. Savalan dağı və Hilat. Deməli, Savalanda ərəblər məğlub olub, Ərəb-Xəzər müharibələri dövründə olub. Hilatda isə ərəblər qalib gəlib. Cavab burada nə olacaq? Ərəblərlə Xəzərlər arasında olması. Cavab D bəndi. Daha sonra keçirik digər suala. Bircə dəqiqə burada. Aha. 35, 36-cı sual. Birinci Dünya müharibəsi illərində Şimali və Cənubi Azərbaycan tarixi üçün ümumi cəhətlər. Birinci Dünya müharibəsində bu sual, yəni dəfələrlə düşmüş suallardandır. Muxtariyyət uğruna mübarizə aparılması. Bu bir. Muxtariyyət uğruna mübarizə aparılması. Deməli, olmayanları çıxıram. İngilis qoşunlarının ölkəyə daxil olması. Bu da 2. Deməli, bunu da çıxıram. İndi 4-ə baxıram. 3-ə baxmağa ehtiyac qalmadı. Osmanlı qoşunlarının ölkəyə daxil olması. Osmanlı qoşunları həm Birinci Dünya müharibəsi, həm Şimali və Cənubi Azərbaycana daxil olublar. Amma Sovet ordusu Cənubi Azərbaycanı işğal eləməyib. Özü də Birinci Dünya müharibəsində işğal eləməyib Şimali Azərbaycanı. Yəni bu da səhvdir. Ona görə cavabım burada olacaq Y bəndi.
37. Şeyx Heydərin vaxtında Qazi Sufi dəstələri hərbi qaydada təşkil olunurdu. Onlar 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə də onlara qızılbaş deyirdilər. Şeyx Heydər 1483-cü və 87-ci illərdə Şirvan və Dağıstana yürüş etdi. Şeyx Heydərin bu tədbiri Səfəvilərin yeni dövlət yaratması ilə nəticələndi. Səhv. Şirvanşahların Qaraqoyunlularla ittifaqa girməsinə gətirib çıxardı. Şeyx Heydərin dövründə yox. O Cüneydin dövründə idi. Osmanlıların ölkəyə yürüşləri, bu da səhvdir. Bayandurlularla Şirvan arasında ittifaq yaranmasına səbəb oldu. Bəli, bu düzgün cavabdır. Bu düzgün cavabdır. Deməli cavab nədir? D bəndidir. Deməli 38-ci sual. Mir Mövsüm Nəvvab tərəfindən Üsul Cədid məktəbinin əsasının qoyulduğu şəhəri müəyyən edin. Mir Mövsüm Nəvvab Şuşada əsasını qoyub, Şuşadakı 4-dür. Cavab burada B-dir. Sonra 39. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Şeyx Üveysin Təbrizi tutması Azərbaycanın böyük bir hissəsinin Cəlairi dövlətinin tərkibinə daxil olması. Bəli. Bu düzdür. Bir. Canı bəyin Azərbaycana yürüşü Hülakülər dövlətinin süqut etməsi. Yəni doğrunu soruşur da. 1 ilə 2 düzdür. Deməli mən baxıram A-ya. A da elə cavab. Yoxlayaq. 1386-cı ildə Əmir Teymurun Azərbaycana yürüşə başlaması, Toxtamış xanın Azərbaycanı tərk etməsi. Bəli. Cavab elə A olur burada. Sonra 40. Osmanlı Sultanı Orxan Qazinin hakimiyyəti dövrü üçün səciyyəvi idi. Sözün özü biraz səhvdir. Yəni bu sualın özü səhvdir. Çünki sultan titulu Orxan Qazinin dövründə yox, bundan sonraki dövrdə. Yəni birinci səhv sual budur. Bax, sual səhvdir əslində, amma hər halda biz başa düşdük də burada nəyi demək istəyir. Osmanlı hökmdarı Orxan Qazi. Dövlətin paytaxtının Bursaya köçürülməsi. Bəli, bu düzdür. Bu düzdür. Deməli, bir olmayanları çıxıram. Düzdürmü? Dövlətin paytaxtının Bursaya köçürülməsi və 3-ə baxmalıyam. Osmanlı imperatorluğunun qüdrətinin zirvəsinə çatması. Xeyr, bu da səhvdir. Bu Süleyman dövrünə aiddir. 5-də inzibat cəhətdən paşalıq və sancaqlara bölünməsi. Bəli. Biz demişik ki, bütün ilklər bir ilk sultandan başqa hamısı Orxan Qaziyə aiddir. Cavab burada Y-dir. 41. Azərbaycan SSR-də hərbi kommunizm və kollektivləşmə illərinə aid ümumi cəhət, kollektivləşmə və hərbi kommunizm. Hər ikisinə aid oxşar cəhət nə olacaq? Deməli, fərdi kənd təsərrüfatının yenidən bərpa edilməsi xeyir. Azad ticarətə icazə əksinə hər ikisində azad ticarət qadağan olunmuşdur. Qolçomaqlara muzlu əməkdən geniş istifadəyə icazə verilməsi. Bu da səhvdir. Ərzaq vergisi də səhvdir. Kəndlərin öz əməyinə marağının azalması. Bəli, həqiqətən də kollektivləşmə dövründə də ərzaq məhsullarına insar qoyulur, çörək istehsalına insar qoyulur deyənə 29-dan sonra da kartika sisteminə keçirilir və kəndlərin öz əməyinə marağı itir. Cavab Y-dir burada. Sonra 42. Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdir. Hansı 1-ə deməli aid olacaq? Qəznəli. 1B. 1B-ni baxırıq. Bax, burada var 1B. Burada da var 1B. Deməli, neynirəm? A aid ola bilməz 1-ə. Ona görə mən C bəndim buradan çıxdım. Bunu da buradan çıxdım. 2 variantım qaldı. Düzdürmü? Sonra Qərbi Roma İmperiyası üzərinə yürüşlər etmişdir. Bu deməli olacaq. Avropa Hun dövləti olacaq burada. Avropa Hun dövləti. Deməli burada olmalıdır 2-də C. 2-də C olmalıdırsa da cavabım çıxdı burada A. A-dır. İndi gəl yoxlayaq. 1B. 1B nə oldu? Qəznəli dövləti. Bəli, Dəndənəkan döyüşündə o məğlub olub. Qərbi Roma İmperiyası üzərinə yürüşlər edən Avropa Hun dövlətidir Attillanın dövründə 2C. 3-dəki A-dır. Ərəblərlə uzun müddət mübarizə aparan Xəzər dövləti idi. Düzdür. Sonra keçirik növbətiyə 43-cüyə. 43-cüdə nə deyir? 43-cüdə nə deyir? Şirvanşahlar, Sacilər, Salarilər. Aha. Xəzər dənizində Azərbaycan ticarət gəmilərinin üzməyə başlaması bu Salarilərin dövründədir. Salarilərin dövründədir. Deməli 3A. 3A-dırsa da baxıram, bunların hamısını çıxıram, 3A-nı saxlayıram ancaq. 3A. Sonra Dərbəndin ələ keçirilməsi. Dərbənd ələ keçirilib, Sacilər də ələ keçirilib, Şirvanşahlar da, Salarilər də. Deməli 4B, 3A, 4B, 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 3A. Deməli burada da olacaq Y variantı. Cavabımız elə Y variantıdır. Gəlin yoxlayaq. 1-də C deyir. Yəni Şirvanşahlara C deyir. Məzəydilər sualəsi bəli, Şirvanşahlara aiddir. Sonra 2-də D deyir. Rey şəhərinin Samanilərdən alan Sacilərdir. Çıxdaş eləyəndən sonra da həmişə belə yoxlamaqda fayda var. 3-də A deyir. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri Salarilərə aid oldu. Həmçinin Mərzban və Məhəmmədin qanunnaməsi də buna aiddir. Və 4-dəki B-dir, Dərbəndin ələ keçirilməsi. Cavab burada olduğu Y. 43-də Y-dir. Sonra növbəti gəlir. Bir dəqiqə. 44-cü sual. 43 idi, indi 44-cü sual.
Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması. Mannada bəli var idi. Deməli, bir olmayanları buradan çıxıram. Çıxdaş eləməklə tapmaq lazımdır bütün sualları. Hökmdarların fərman və qanunların feodalların mənafe. Feodallar yox idi onda. Ona görə bunu da çıxdım və cavabım qaldı elə Y variantı. Bəli, vilayətləri hökmdarlar tərəfindən təyin olunan canişinlər idarə edirdi və bir də Eradan və 8-ci əsrdən hakimiyyət irsi olaraq keçirdi. Cavab burada Y bəndidir. Sonra keçdik digərinə. 45-ci sual. 19-cu əsrin birinci yarısına aid deyil. Qafqaz canişininin yaradılması birinci yarısında baş vermişdi, bəli, 1844-də. Birinci Pyotrun ermənilərin Bakı şəhərinə məskunlaşdırılmasının rəsmiləşməsi. Bu aid deyil də. Birinci Pyotr nə gəzirdi 19-cu əsrdə? Cavab B-dir burada. 46. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bənd. Deməli, hakimiyyət uğruna mübarizə baş verdi, Böyük Hun imperiyası iki yerə parçalandı. Bəli, bu düzdür. Bu düzdür. Burada indi 3 düşməli idi, biraz skan olunanda düşməyib. Deməli, bir düzdür. Bir olmayanları çıxıram. Hunlar Pinsen şəhəri yaxınında Çin ordusunu mühasirəyə aldı. Sin sülaləsi, Sin deyildi onda. Xan sülaləsi idi. Bu səhvdir. 3-ə baxıram. Mete Tanhu işğallara başladı. Monqol və Tibet tayfaları tabe edildi. Mete Tanhu işğallara başladı. Monqol və Tibet tayfaları tabe edildi. Bəli, bu da düzdür. Deməli, cavab burada D bəndidir. D. Sonra niyə görə 4 səhvdir? Çünki xan yox, Sin sülaləsi böyük Çin səddini tikməyə başlayıb. Sonra 47-yə baxaq. Deməli, burada mətn suallardır. Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birlikdə yaşamağa başladılar. Ağacdan sallar düzəldir, daş və sümük üzərində icazə nümunələri hazırlayırdılar. Deməli, bu üst paleolit dövrüdür. Üst paleolit dövrüdür. Bir dəqiqə. Üst paleolit. Üst P yazıram. Yəni. Bu dövrdə insanlar heyvanları daha uzaq məsafədən ovlamağa başladılar və suyu keçmək üçün qayıqlar düzəldirdilər. Qayıqlar üzərində rəsm təsvirləri çəkirdilər. Deməli, bu nədir? Bu isə mezolit dövrüdür. M yazıram, yəni mezolit. Mezolit. Aha. Birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq ikinci mətndən bəhs edilən dövrdə. Yəni, dolayı sözünü, başqa sözlə mezolitdən fərqli olaraq, üst paleolitdən fərqli olaraq mezolit dövründə. Yəni, bizə mezolit dövrünə aid olanlar lazımdır. İstehsal təsərrüfatına keçişin əsası qoyulub. Düz. Bunun qabağından gəl, plus qoyaq. Plus qoyaq bunun qabağından. İnsanlar qəbilə icması halında yaşayırlar. Hər ikisində yaşayırlar. Tək bunda yox. Axirətə inan mövcud idi hər ikisində. Yeni sənətkarlıq. Sənətkarlıq da mezolitdə olmayıb. Deməli, yalnız bir düzdür. Yalnız bir düzdür. B. Sonra 48-ə baxırıq. 48-də nə deyir? Azərbaycan ərəb xilafətinin tərkibində olduğu dövrə aid deyil. Yəni 7-ci əsrdən 630-cu ildən götürək. Yox, 630 deyirəm, 642-dən götürək. Ta ki, götürək məsələn 861-ə qədər də belə götürək. 642-dən 861-ci il. Yəni bu dövrə düşməsin. Orada xidmətə görə torpaq paylanırdı, düz. Əhali siyahıya alınmışdı 725-də düz. Amma dastakert yox idi bu dövrdə. Cavab C-dir. 48-də cavab C-dir. Vaxt itirməmək üçün o birlərə baxmıram. Keçirəm 49-cu suala. 49-cu suala keçirəm. Deməli, növbətiyə baxaq. 49-cu sual. Azərbaycan Respublikasının NATO Parlament Assambleyasının assosiasiyalaşdırılmış üzvlüyünə qəbul edildiyi sammitin keçirildiyi dövlət. Bu İstanbul idi, Türkiyə. 2002-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən sammitdə Azərbaycan NATO'nun Parlament Assambleyasının assosiasiyalaşdırılmış üzvlüyünə qəbul edilib. Bu 4-dür cavab. C. 13-cü əsrdə Aralıq dənizdə ticarət birinciliyin Venesiya və Genuya keçməsinin səbəbi bu xaç yürüşləri idi. Bizansın xaççılar tərəfindən məğlub edilməsi. Cavab C-dir. 51. Növbətiyə baxaq. 51-ci sual deməli 20-ci əsrin 20-ci il və 60-cı illər tarixinə aid oxşarlığı müəyyən edin. Aqrar islahat ola bilməz. Çünki 20-ci illərdə olub, 45-də olub, bir də 70-ci illərdə olub. NATO ilə əməkdaşlıq 20-ci illərdə yox idi, hərbi çevriliş 20-ci illərdə yox idi, konstitusiya ola bilər. Bəli, 24-də olub, 61-də olub. Cavab D-dir burada. Sonra 52. Ali Monqol xaqanlığının canişinlərinin hakimiyyət dövründə Azərbaycanda həyata keçirilən siyasətin əsas mahiyyəti Azərbaycanı soyub talamaq. Yəni bunu bənzər bir şey seçməliyik. Yerli feodalların köçəri Monqol əyanlarından asılılığın gücləndirilməsi. Bax, cavab əslində bu olmalıdır. O birlərə də baxırıq və elə ən uyğun cavab odur. Torpaq sahəsində əldə saxlanılmış qəbalət yox idi, yarlıq idi. Bəli, cavab elə A-dır burada.
Cavab A-dır. 53. İkinci Rus-Qacar müharibəsindən fərqli olaraq Birinci Rus-Qacar müharibəsi dövründə Azərbaycan tarixi üçün xarakterlikdir. Deməli, İkinci Rus-Qacar müharibəsi olub 1826-28, Birinci Rus-Qacar müharibəsi 1804-13. Qarabağ xanlığından xan idarə üsulunun saxlanılması. İkincidən fərqli olaraq, bəli, birincinin dövründə Qarabağ xanlığından xanlıq idarə üsulu saxlanılmışdı. 1. Müəyyən müddət Gəncədə xan hakimiyyəti bərpa edilməsi. İkincidə bərpa olunmuşdu, birincidə yox. Bu səhvdir. Əyalətlərin komendantlar tərəfindən idarə edilməsi. Həm birincidə, həm də ikincidə olub belə bir şey. Qubada yerli bəylərdən ibarət əyalət şurasının fəaliyyət göstərməsi. Qubada yerli bəylərdən ibarət əyalət şurası birincidə olub. Deməli bu 4. Bir sıra Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi. Bu da oxşarlıqdır. Cavab 1 ilə 4 olacaq. Cavab 1 və 4 olacaq. Sonra gəldik 54-cü suala. 54-cü suala gəldik. Nə deyir burada? Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. 1. Naxçıvan General Qubernatorluğunun yaradılması. 1919 fevral. 1919 fevral. Nə oldu ki 19 yazaq. Bizə dəqiqə burada. 02 19. Hökumətin Gəncədən Bakıya köçməsi. Bu deməli 17 sentyabrda olur. 17 sentyabr. Batum müqaviləsi 4 iyun. 4 iyun. Gürcüstanla hərbi müdafiə paktı, bu da 16 iyun. Amma bu 18-ci ildədir. Bizə dəqiqə bura 18 yazaq ki, çaşdırmayaq da. 18 yazaq. Burada 18 yazaq. Bu isə 19-cu ildədir. İyun 19-cu il. Aha, vəssalam düzək geçsin. Necə düzüləcək? 3, 2, 1, 4. 3, 2, 1, 4. 54-də belədir. 3, 2, 1, 4. Sonra klassik feodalizm dövründə yaranmış dövlətlər, yəni 11-15-ci əsrlərdə yaranmış dövlətlər. Bu da asan sualdır əslində. Teymurilər, Dehli Sultanlığı, bunlar. Bu ikisi. Çünki Bizans imperiyası bu yəni belə deyək, heç ümumiyyətlə feodalizm dövrünə düşmür. 395 götürsək də bunu erkən feodalizm götürə bilərik. Böyük Moğol dövləti bu düşür. Son feodalizm dövrünə Frank imperiyası isə düşür. Deməli, erkən feodalizm dövrünə. Cavab burada nə olacaq? 2 ilə 3 olacaq. 56. Şimali Azərbaycanda komendant idarə üsulu dövründən fərqli olaraq Qafqaz canişinliyi dövrü üçün səciyyəvidir. Rusiya müstəmləkəçiliyi əlinə üsyanların baş verməsi. Bu oxşar cəhətdir. İrəvan quberniyasının yaradılması. İrəvan quberniyası Qafqaz canişinliyi dövründə yaranıb. Deməli, burada 2 götürürük, 2-ni götürürük. Yazaq bura 2. Sonra şəriət məhkəmələrinin fəaliyyət göstərməsi. Bu hər ikisinə aiddir. Sahibkar kəndlərinə mülkədar tabelisi adı verilməsi. Bəli. 1846-cı il reskriptinə görə sahibkar kəndlilərinə mülkədar tabelisi adı verilib. Dövlət kəndlərinin köçmə hüququnun mövcud olması. Xeyr, komendant idarə üsulu dövründə var idi, Qafqaz canişinliyi dövründə isə yox idi. Qafqaz canişinliyi qeyd edim ki, 1844-1883-cü illərdə mövcud olub. Ondan sonra düzdür, bir ara yenə bərpa olunub. 1905-dən 17-yə qədər. Aradakı dövrdə mövcud olmuyor. Sonra 57-ci sual deməli uyğunluq müəyyən Rusiya 1905-58-44-cü illər Amurun sol sahilinin öz ərazisinə qatması, bəli, Ayqun müqaviləsi nəticəsində Amurun sol sahili öz ərazisinə qatıb. Cavab deməli A-nı bura yazırıq. Birinci Rus inqilabının başlanması. Üzr istəyirəm, bu 2-yə yazılmalıdır. A, bağışlayın. Bu 2-yə yazılır. Birinci Rus inqilabının başlanması, bu gedir deməli 1905-ə. 1905-ə gedir. B bəndi. Sonra məhkəmə islahatının keçirilməsi. Məhkəmə islahatı. Rusiyada məhkəmə islahatı 64-cü ildə keçirilib. Qafqaza canişinlik vəzifəsinin təsis edilməsi. Bax, cavab budur. Şimali Qafqazın işğalının başlatdırılması 1864-dədir. Deməli, 1B, 2A, 3D. Cavab belə olacaq. 1B, 2A, 3D. Sonra gəlirik situasiya mətninə. Hamını maraqlandıran daha çox burada situasiya mətnlərdir. O biriləri cavablarını tapa bilirlər. Xalq tribunu seçilən Tiberi Qraq plebeylərin vəziyyətini qismən yaxşılaşdırmaq üçün aqrar qanunların qəbul edilməsini təklif etdi. Aqrar islahatın keçirilməsi üçün komissiya yaradıldı. Qanun Romanın geniş işğalçılıq dövrünə təsadüf edirdi. İlk zamanlar qanuna qarşı senatda müqavimət olsa da, sonradan aqrar qanun qəbul edildi. Aqrar islahatı sonra onun qardaşı Qay Qıraqda davam etdirdi. Lakin o da qardaşı kimi müqavimətə rast gəldi. Belə ki, senatorlar öz mövqeyini itirməkdən qorxduqları üçün Qıraq qardaşlarına yoxsullaşan kəndləri müdafiə etməyə imkan vermədilər.
58. Məmmədəb haqqında bəhs edilən qanunun qəbul edildiyi zaman Romada hansı idarəçilik formasının mövcud olduğunu yazır. Respublika, respublika, burada respublika mövcud olub. Bir cümlə, vəssalam. Qəbul edilmiş aqrar qanununa əsasən yoxsullar və varlı Romalılarla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirləri müəyyən edərək yazın. Biz bilirik ki, varlıların torpaq sahəsinə məhdudiyyət qoyuldu, artıq torpaqlar kəndlilərə verildi və kəndlilərin torpağı nətər deyərlər, satması qadağan olundu. Qadağan. Bunları yazsaz kifayət edir. Hətta deyir ki, qayqıraq əlavə olaraq kəndlilərə taxıl yardımı deyilirdi. Sonra 60. Tarixi bilgilərinizə əsasən qayqıraqın öldürülməsinin aqrar islahat üçün 2 nəticəsini yazın. İslahatlar yarımçıq qalır. Yenidən varlılar kəndlilərin torpaqlarını ələ keçirməyə davam edirlər. Bu qədər, hörmətli izləyicilər. Onu da qeyd edeyim ki, belə videoların davamını gəlməyini istəyirsinizsə kanala abunə olun və bizim aprel ayının 1-dən yeni sürət qrupumuz başlayır. İyun ayına qədər, iyul imtahanına qədər, yəni may ayı imtahanı yox, iyul ayı imtahanına qədər biz proqramı tam olaraq bitirməyi qarşımıza məqsəd qoyuruq. Onlayn olacaq bu hazırlıq, həmçinin əcəmi və xalqlar filiallarına da orada da bizim dərslərimiz olacaq və axırıncı bir ayda 100, bax bu cür demə vaxtı ikən düşmüş sınaqlar, qəbullar və eyni zamanda mənim özüm də hazırladığım bu tipdə olan sınaqlar 100 sınaq işləyəcəyik imtahana qədər. Gözləyirəm, inşallah ki, müraciət eləyərsiniz. Kanala da abunə olmağı unutmayın və növbəti görüşlərə qədər. Sağ olun, gəlin görüşlərə qədər və onu da qeyd edeyim ki, DİM-in 20 sınaqlarında, 20 sınaq suallarında gələn həftədən başlayaraq biz kanalda yerləşdirəcəyik. Diqqətinizə görə təşəkkürlər.